əziz dostlar. Necəsiz? Ümidvaram ki, yaxşı olasınız. Mən Laçın rayonu Mehman Səfərov adına Qozlu kənd tam orta məktəbin 7A sinif şagirdi Ayşə Hacıyeva. Əziz dostlar, təsəvvür edirsiniz, 15 sm olan insanlar çox maraqlı görünür. Və sizə heç maraqlı görünür. İndi sizə təqdim edəcəyim kitab Conrad Swift'in klassik, məşhur və klassik olan Gulliver'in səyahət kitabı haqqında danışacağım sizə. Deməli, gəmi həkimi Gulliver'in Lilliputların dünyasına düşür, yəni ki, ölkəsinə düşür. Və Gulliver'in Lilliputlara yaxşı davranır. Amma ki, Lilliputlar küçük olduğuna və qısqanc olduğuna görə Gulliver'e necə desək ki, xəyanət etmək planı qururlar. Ən əsas maraqlı budur ki, Lilliputlar yumurtanı elə hardan sındıracağı bilmiyor. Çünki onun üstündə illərlə müharibə edirdilər. Hələ siz də təsəvvür edirsiniz. Bu müəllif həyatımızda real olan hər şeydə boş-boş mübahisə apardığımızda haqqında danışır. İndiki mən çıxardığım nəticə budur ki, insanın boyu ilə ölçülmür, daxili dünyası və necə desək ki, mərhəməti ilə ölçülür. Həm bu kitabı sizə tövsiyə edirəm, oxuyun, çox maraqlı kitabdır. Videomu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.